Salam əziz şagirdlər, bugün yeni bir bölmənin izahına başlayırıq. Tənliklər sistemi. Birinci başlığı isə xətti tənliklər sistemidir. İzaha keçməzdən öncə bildirmək istəyirəm ki, dərs və sınaq qruplarına qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz dərslərimiz barədə. Birinci sualımıza baxaq. Birinci sualda nə edəcəyik uşaqlar? Hər tərəfi 3-ə vuraq ilk öncə. Hər tərəfi 3-ə vuraq ki, orada 1/3 kəsrindən azad olunsun bu ifadə. 1/3-ü 3-ə vuranda, bax bu 3 ilə bu 3 ixtisar gedəcək, belə düşünün. Onda qalacaq x çıx y bərabərdir. 3-ü həm buna vurdunuz, həm də cavaba vurmalısınız. Bərabərdir 12. İkinci tərəfi isə 4-ə vuraq. 4-ü birinci tərəfə vuranda, sol tərəfə vuranda 4 ilə 4-də bir ixtisar gedir. X üstəgəl y qalır. 4-ü 2-yə vuranda cavab edir 8. Tərəf-tərəfə toplama üsuluna görə y-lər əks ədədlər olduqları üçün toplayanda islah gedir. X-lər toplayırsınız 2x, 12 ilə 8-i toplayırsınız 20. X tapanda 20-ni 2-yə bölürük, cavab 10. X-in qiyməti 10-da, y-i tapmaq istəyiriksə aparıb yerinə qoyaq. Tənliyin hər hansı birində yerinə qoya bilərsiniz. Deməli, 8 çıxılsın 10, edəcək y 2, mənfi 2. X, y hasilini istəyir bizdən, 10 vurulsun mənfi 2, cavab eləyəcək mənfi 20. İkinci suala baxırıq. X üstəgəl 3/1 y bərabərdir 3-ə, 3/1 x üstəgəl y bərabərdir 5-ə. İndi uşaqlar, yenə kəsrlərin hamısından azad eləyə bilərsiniz və yaxud yalnızca yuxarını elə bir ədədə vura bilərsiniz ki, toplama üsuluna görə y-lərini tutaq ki, əmsalların əks ədəd etmək istəyirsinizsə, yuxarıda y-in əmsalı mənfi 1 edək. Gəlin, mənfi 1 etməkdən ötürü vuraq mənfi 3-ə. Deməli, mənfi 3-ə x-i vuranda mənfi 3x. Mənfi 3-ə 3/1-i vuranda ixtisarlar gedir. Qalır mənfi y. 3-ü də mənfi 3-ə vuranda mənfi 9. Bunların hamısına vurulmalıdır. İkinci tərəfi olduğu kimi köçürdürəm. Çünki orada y-lərin əmsalları əks ədədlər oldu. Əks ədədlərdirsə, mən rahatlıqla bu sistemi tərəf-tərəfə toplaya bilirəm. Mənfi 3x üstəgəl 3/1 x bərabərdir. Mənfi 9 ilə də 5-i toplayanda mənfi 4. Mən bunu hər tərəfini 3-ə vurub kəsirdən azad etmək istəyirəm. Uşaqlar, ortaq məxrəci də gətirə bilərsiniz. Mənə vurma rahatdır. Ümid edirəm siz də əlinizi öyrəşdirsəniz, sizə də rahat olacaq. Baxın, 3-ü buna vuranda mənfi 9x, 3-ü 3/1-ə vuranda x qalır təkcə burada, 3-ü mənfi 4-ə vuranda mənfi 12. Beləliklə, kəsirsiz işləyəcəksiniz. Mənfi 8x bərabərdir mənfi 12-dən, x bərabərdir 12 bölünsün 8, mənfilər gedir. İxtisar aparanda isə 4-ə 3 bölünsün 2 qalır. Deməli, x-in cavabını 3/2 aldıq. Y-in cavabını tapmaq istəyirsə, aparıb yerinə qoyursunuz. Hansında birində fərq yoxdur. 3/1 vur, x-in yerinə 3/2 yazıram. Üstəgəl y bərabərdir 5. Burada 3-lər ixtisar gedir. Olur 2/1 üstəgəl y bərabərdir 5. Buradan y bərabərdir 5 çıx 2/1. 5-dən də 2/1 çıxanda 4/2/1 qalacaq. Bizdən nə soruşulur? X çıxılsın y fərqi. 2-də 3 çıxılsın. 2-də 4/2/1 uşaqlar 2-də 9 deməkdir də. Belə çıxıram. O da eləyəcək mənfi 2-də 6. 6-nı da 2-yə bölürsünüz. Cavab eləyəcək mənfi 3. Yəni D variantı. İndi uşaqlar, bunu başqa üsulla da getmək olardı. Bu ümumi toplama üsulunu tətbiq etdim. Və bəzi suallar var ki, o suallarda siz tərəf-tərəfə toplayanda heç nəyə vurmadan tərəf-tərəfə toplasanız və yaxud tərəf-tərəfə çıxsanız, əmsalları eyni olan dəyişənlər alacaqsınız. Məsələn, gəlin 3-ü o üsulla gedək. 3-ə baxaq. 2/1 x üstəgəl x. Bunu tərəf-tərəfə birbaşa toplayacağım. X üstəgəl y soruşur məndən. Tərəf-tərəfə toplayanda nə görürəm? Baxın, 2/1 x üstəgəl x. Sonra y-lər topla. Y üstəgəl 2/1 y bərabərdir 3 ilə 6-nın cəmi 9. Birinci tərəf olacaq 2-də 3.
x. İkinci tərəf 2-də 3y. Görürsünüz, əmsallar eyni oldu. Əmsallar eynidirsə, 2-də 3-ə ortaq vuruq çıxarda bilərik. Qalar x üstəgəl y bərabərdir 6. X üstəgəl y-i tapmaq üçün də 6-nı 2-də 3-ə bölməliyəm. Yəni, tərs çevirib 3-də 2-yə vurmalıyam. 2-ni 2-yə vuranda cavabınız olacaq 4. Yəni, 3-cü sualın cavabı C variantı olacaq. İkinci sual tərəf-tərəfə çıxaraq həll edə bilərdiniz. Tərəf-tərəfə çıxanda cavabı birbaşa ala bilərdiniz. Mən digər üsulla yazdım. Fərqli-fərqli üsulları sistemlərə tətbiq edə bilərsiniz. Uşaqlar, seçim sizin olacaq burada. Dördüncü suala baxırıq. 4-də deməli, bunun variantını qeyd etdik, C variantı. 4. İki modulun cəmi əgər sıfıra bərabərdirsə, yadınızda saxlayırsınız, o modullar ayrı-ayrılıqda sıfıra bərabərdir. Niyə görə? Çünki modul ya sıfır olmalıdır, ya da müsbət bir ədəd. Əgər bu modullar müsbət bir ədəd olsaydı, iki modulun cavabı sıfır eləyə bilməzdi. Biri sıfır, biri müsbət olsaydı, yenə sıfır olmazdı. Deməli, yeganə hal qalır, ikisi də sıfır olsun. Mənfi də ola bilməzlər axı modullar. Deməli, içərilərini götürüb ayrı-ayrı sıfıra bərabər edəcəksiniz. Birincindən 2x bərabərdir 6, x bərabərdir 3 olduğunu alırıq və 3-ü gətirib ikinci tənlikdə yerinə yazanda 3 çıx 2y üstəgəl 5 bərabərdir 0. 8 çıx 2y bərabər 0-dan 2y 8-ə bərabərdir. Deməli, y 4 imiş. 8-i 2-yə böldük 4. X, y hasilini soruşur. 3 vurulsun 4 cavabımız olacaq 12 Y variantı. 5-ci suala baxırıq. Deməli, 5-ci sualda yenə də 2 dənə modulun cəmi verilib. Uşaqlar, 2 modulun cəmi o vaxt sıfıra bərabər olar ki, onlar ayrı-ayrılıqda sıfır olsunlar dedik. Düzdürmü? 3x çıx 18-i də sıfıra bərabər edirsiniz. X çıxılsın 3y çıx 9-u da sıfıra bərabər edirsiniz. Buradan 3x bərabərdir 18, x bərabərdir 6 olduğunu alırıq. X 6-dırsa 6 çıx 3y çıx 9 bərabərdir 0. Mənfi 3y, 9-dan 6-nı sağ tərəfə keçsəniz işarələri dəyişir. Mənfi 3y 3-ə bərabərdir, y bərabərdir mənfi 1-ə. X üstəgəl y cəmini istəyir, 6 üstəgəl mənfi 1 bərabərdir olacaq 5-ə. 6-cı sualla davam edirik. 6-cı sualda deyir 7x çıx 3y bərabərdir 4 və x üstəgəl y bərabərdir 2. Deməli, toplama üsulunu tətbiq etmək üçün ya x-lərin, ya y-lərin əmsallarını əks edə etməlisiniz. Mən y-lərin əmsallarını əks edəcəm. Ona görə ikincini 3-ə vurmalıyım. Çünki yuxarıda y-lərin əmsalı mənfi 3-də, aşağıda 3 etmək istəyirəm. Birincini olduğu kimi saxlayırıq. Bərabərdir 4-ə. İkinciyə baxırıq 3x üstəgəl 3y bərabərdir 6. Tərəf-tərəfə toplasanız bunlar gedir. 10x bərabərdir 10, x bərabərdir 1 olur. X 1-dirsə aparıb yerinə yazsaq, x-in yerinə 1 yazanda, y-in də cavabını 2-dən 1-i çıxaraq 1 alırıq. Tənliklər sisteminin həllər çoxluğunu yazanda koordinat kimi, yəni cütlük kimi yazmalıyıq. Birinci koordinat x, ikinci koordinat y olacaq. Deməli, cavabımız olur B variantı. Keçirik 7-ci suala. 7-ci sualda da y-lərin əmsallarını mən əks ədədlər etmək istəyirəm. Yuxarıda 3-dür. Yuxarını olduğu kimi köçürdürəm. Aşağıdakı tənliyi isə hər tərəfin mənfi 3-ə vururam. 3x-i mənfi 3-ə vurduq, mənfi 9x. Y-i mənfi 3-ə vurduq, mənfi 3y. 4-ü mənfi 3-ə, mənfi 12. Və tərəf-tərəfə toplasam, bu 3y-lər gedəcək. Qalacaq mənfi 7x bərabərdir, mənfi 7, x bərabərdir 1. X 1-ə bərabərsə aparıb əvəzlənmədə ya birinci tənlikdə, ya ikinci tənlikdə yerinə qoyuruq. 2 vur, x-in yerinə 1. Buradan da y-i tapırıq. 3y bərabərdir 3, y bərabərdir 1 olacaq. Yəni, x kvadratı üstəgəl y kvadratını istəmişdi. 1-in kvadratı üstəgəl 1-in kvadratı cavab eləyir 2. A variantı. 8-ci sualla davam edirik. 8-ci sualda heç nəyə vurmağa ehtiyac yoxdur. Çünki y-lərə fikir verin.
Əks ədədlərdə tərəf-tərəfə toplayanda mənfi y ilə müsbət y gedir. 3x-in üstünə x gələndə 4x, mənfi 1-in üzərinə də 5 gəldiyimiz zaman 4. X bərabərdir 1-dir. İndi ikinci tənlikdə mən yerinə yazsam, x-in yerinə 1 yazsam, onda 1 çıx y bərabərdir 5, mənfi y bərabərdir 5-dən 1 çıxanda 4, y bərabər mənfi 4 alıram. Və x kvadratı çıx y kvadratını istəyir. X-imiz 1-dir, 1-in kvadratından çıxmalıyam, mənfi 4-ün kvadratını. Neysə, səhv yazdıq elə bil. Tərəf-tərəfə toplayanda 4x bərabər 4x1. İndi 1-dən y çıxanda 5, mənfi y 4 oldu. Mənfi y 4 oldu, y də mənfi 4. X kvadratı çıx y kvadratını istəyir bizdən. Yəni 1 çıxılsın 16, cavab mənfi 15. Düz yazmışıq uşaqlar. D variantı. 9-cu sualla davam edirik. X vur y hasilini bizdən tələb edir. Ya x-in, ya y-in əmsallarını eyniləşdirə bilərik, ya da əks ədəd eləyə bilərik uşaqlar. Görün, başqa nə eləyə bilərik burada? Ən yaxşısı x-in, ya ya y-in, gəlin y-in əmsallarını əks edək. Biri 3-dür, biri 2-dir. Deməli, yuxarını mənfi 2-yə, aşağını isə müsbət 3-ə tutaq ki, vursaq. Onda y-in birində əmsal mənfi 6 olacaq, birində isə müsbət 6 olacaq. Yuxarıya baxaq, mənfi 4x çıxılsın 6y bərabərdir mənfi 18. İkinci tərəfə baxsaq 9x üstə gəl 6y bərabərdir 33. Tərəf-tərəfə toplayırıqsa y-lər gedir. 5x bərabərdir 33, mənfi 18 bir yerdə 15-i verir. X 3 imiş. X 3-sə aparıb tənliklərin birində yerinə qoyaq. Məsələn, ikinci tənlikdə yerinə qoyuram. 3x yazmışdı. Yəni 3 vur 3. Üstə gəl 2y bərabərdir 11. Burada 2y bərabərdir 11-dən 9 çıxanda 2, y bərabərdir 1. Və x vurulsun y hasilini istəyir. 3 vurulsun 1 bərabərdir 3 olacaq. Cavab B variantı. 10-cu sualla davam edirik. Deməli, y-lərin əmsalların bərabərləşdəsi olsaq, tutaq ki, yuxarını mənfi 7-yə, aşağını 2-yə vurun ki, hər ikisini 14-ə gətirək. Biri mənfi 14, biri müsbət 14 olsun uşaqlar. 2-yə və 7-yə bölünədə 14-də, ona görə 14-ə gətirir. Yuxarını hamısını mənfi 7-yə vursam, 7x mənfi 7-yə vurulanda mənfi 49x, 2y mənfi 7-yə vuranda mənfi 14y bərabərdir mənfi 140-a. Sonra 2x-i 2-yə vuranda 4x, üstə gəl 14y bərabərdir 50. Tərəf-tərəfə toplasaq bunlar gedir. Mənfi 49x-dən 4x mənfi 45x-i verəcək. Sağ tərəfə baxsaq, mənfi 90. X də bərabər 90-ı 45-ə böləndə 2. X 2-dirsə aparıb tənliklərin hansındasa birində yerinə qoyaq. Tutaq ki, mən ikinci tənliyi seçirəm. 2 vur x yazmıram, 2 yazıram. Üstə gəl 7y bərabərdir 25. Bura 4-dür, bura 25. 7y bərabər 25-dən 4-ə çıxsam 21 olacaq. Y də bərabər 21-i 7-yə böl 3. Məndən x-y hasilini soruşur. 2 vurulsun 3 bərabərdir 6 olacaq. Cavabımız B variantı. Keçirik 11-ci suala. Deməli 11. X çıxılsın y tapmaq istəyirəm. X çıx y bərabərdir 12-ni 0,6-ya bölməliyəm. Rahat bölmək istəyirəmsə yuxarını da 10-a vurum, aşağını da, yəni 120-ni 6-ya böləcəksiniz, eləyəcək 20. Sonra x üstə gəl y tapmaq istəyirəmsə hasili məlum vurğa bölməliyəm, yəni 21-i 0,7-yə. Bölmə məlim rahat olsun deyə yuxarını da 10-a vururam, aşağını da 210-u 7-yə bölsəm 30. Tənliklər sistemində görürəm ki, y-lərin əmsalları əks ədədlərdir, tərəf-tərəfə toplayıram. Toplayanda 2x bərabərdir 20 ilə 30-un cəmi 50, x-i oradan alırıq 25. Əgər x 25-dirsə, biz almışdıq ki, birinci tənlikdə x çıx y axı 20-yə bərabərdir. X-in yerinə aparıb 25 yazsanız, 25-dən nə çıxsam 20 qalar? Təbii ki, 5 çıxsam.
Bizdən x, y kasini istəmişdi. 25 vurulsun 5. Cavabınız 125 B variantı. 12-ci sualla davam edirik. Y böl x bərabərdir. Uşaqlar, bu dövrü kəsirdir. Yadınızdadır, adi kəsirlərdən. Dövrü kəsirləri necə yazırdıq? Dövrdəki rəqəmlərin sayı qədər 9, dövrün içərisindəki rəqəmi də sürətə yazırıq. 9-u məxrəcə. Bu. İkinci tənliyi isə olduğu kimi yazıram. 2x çıx 5y bərabərdir mənfi 4-ə. İndi yuxarına çarpaz vursam 4x bərabərdir 9y-ə. Bunu da uşaqlar 4x çıx 9y bərabərdir 0 şəklində yaza bilərik. Gəlin bunu biraz yuxarıdan yazım. Deməli, bu ikinci tənliyi də olduğu kimi köçürdürəm. Belə bir sisteminiz alınır. Bu sistemdə həll etməkdən ötürü ya x-lərin, ya y-lərin əmsallarını əks ədədlər eləyək. X-lərin etmək daha rahat olduğu üçün, bax burada 4-dür, bunu mənfi 4 etmək daha rahatdır da. Mənfi 2-yə vuracaq. Bir var, o birləri 45-ə gətirəsiniz. Uşaqlar 9-la 5-ə bölünən ədəd, böyük ədədlərlə işləyəcəksiniz də. Düzdür, olar onu da yazmaq, amma böyük ədədlərlə işləyəcəksiniz. X-lərin əmsallarını eyniləşdirmək daha rahat olur. Birincini olduğu kimi saxlayırıq. İkincini mənfi 2-yə vuranda və tərəf-tərəfə toplayanda x-lər gedəcək. Y-lərə baxsanız, y bərabərdir 8 olduğunu alırıq. Y8 isə aparıb yerinə qoyuruq. Məsələn, mən burada yazacağım. Burada daha rahat görünür. 4x bərabərdir 9 vur 8. 4-ə hər tərəfi ixtisar etsəm, x bərabər 9 dəfə 2, 18 olduğunu alaram. Məndən soruşmuşdu nə? 12-ci sualda. Y-dən demişdi x-i çıx. Yəni 8-dən 18-i çıx. Cavab olsun mənfi 10, Y variantı. 13-cü sualda eyni qayda ilə gedirik. 13. Deməli, y bölünsün x. Bəlkə yazmayım, özünüz yazasınız. Videonu saxlayın, özünüz yazın, sonra mən yazana baxarsınız uşaqlar. Dövrdə 5, 9-da 5 deməkdir. Mən bunu sadələşdirsəm, 9x bərabərdir 5y və 9x çıx 5y bərabər 0 yaza bilərəm. İkinci tənliyi də gətirib olduğu kimi köçürdürəm altından. İndi baxırsınız x-lərin yoxsa y-lərin əmsallarını əks eləmək rahatdır. Təbii ki, x-lərin mənfi 3-ə vuracağım. Çünki y-ə etsəniz, həm yuxarını, həm aşağını gərək nəyəsə vurasınız. Amma x-lərin əmsallarını əks etsəniz, aşağını mənfi 3-ə vurmağınız kifayətdir. Mənfi 2y mənfi 3-ə vuranda müsbət 6y, mənfi 3-ü mənfi 3-ə vuranda müsbət 9. Topla tərəf-tərəfə. Bunlar əks ədədlər olduğu üçün gedir. Mənfi 5y-nə müsbət 6y verir. 0-la 9-da 9-a. Y 9-dur, x-i tap. Aparsan yerinə qoyursan, 9 vur x bərabərdir 5 vur y-in yerinə 9. 9-ları apar ixtisar, x bərabərdir 5. Və səndən nə soruşmuşdu? X çıx y. X 5-dir, y 9. Bunların fərqi olacaq mənfi 4. 14-cü sualla davam edirik. Deyir x kvadratı, orada uşaqlar, mən müxtəsər vurmaya yığacam bunu, yəni tam kvadratlara gətirməliyik. Ona görə mən x-ləri bir qruplaşdırıram. 4x x kvadratın yanında yazıram. Üstəgəl y kvadratı çıx 6y də yan-yana yazıram. Üstəgəl 13. Bax, bunları tam kvadratlara ayırmalıyıq ki, məsələni həll edə bilək. X kvadratı üstəgəl 4x-in üzərinə nə gəlsəniz müxtəsər vurmanı verəcək sizə. Bu düsturun 2AB hissəsidir. Ona görə 4-ü 2-yə bölürük 2. Həmin 2-nin kvadratı gəlinməlidir. Sonra eyni qayda ilə nə yazırıq? Y kvadratı daha doğrusu y kvadratı çıx 6y-in üzərinə mən nə gəlsəm tam kvadrata yığılar. 6-nı 2-yə bölürsünüz, 3, kvadratın gəlməsi 9. Elə bilin ki, biz əlavə olaraq 4-ü və 9-u bura əlavə etmişik. 4 ilə 9, 13-dür da. 13-ün 4-ünü bura yazdığımızı fərz edin. Parçalayıb 9-unu da bura. Artıq 13-ü yazmayacaqsınız. Birinci tərəf sizə verir x üstəgəl 2-nin kvadratı, ikinci tərəf y çıx 3-ün kvadratı bərabərdir 0. İki ifadənin kvadratları cəmi 0-dırsa, onlar ayrı-ayrı 0-a bərabərdirlər. Bunu da 0-a bərabər edirsiniz, bunu da 0-a bərabər edirsiniz. X bərabərdir mənfi 2. Y də bərabərdir 3.
Və bizdən x, y hasilini soruşmuşdum. Mənfi 2 vur 3 bərabərdir. Neysə düz yazmadıq uşaqlar. Hansı mənfi 6? Hani düz yazmışıq. Mən 15-in cavabına baxıram. 16, 14. Y variantı. 15-in cavabına baxırdım. İndi 15-də eyni qayda ilə yazaq. 15. X kvadratı çıx 2x üstəgəl y kvadratı üstəgəl 4y üstəgəl 5. X kvadratı çıx 2x'in üzərinə nə gəlsəniz sizə müxtəsər vurma düsturunu verir. Belədir də uşaqlar, elə bilin ki a kvadratı çıx 2ab verilib. Siz bunun üzərinə nə gəlsəniz müxtəsər vurmanı verər. Gərək b kvadratı gələsiniz, onda verəcək a üstəgəl b-nin kvadratını. İndi x kvadratı çıx 2 vur x vur. Burada nə var? 2x deyirsə 2 vur x vurulsun bir şəklində bir ifadədir də. Yəni əslində 2-ni 2-yə bölürsünüz, yerdə 1 qalır, həmin 1-in kvadratını gəlirsiniz. 1. Üstəgəl y kvadratı üstəgəl 4y. 4y-in ikisini ayırın düstura görə. Y-in ayırın. 2y nəyə vursanız 4y qədər 2-yə. Həmin bu 2-nin kvadratı gəlinməlidir. 4. Və bura yenə 4y-də sadəcə o formada yazmışam ki 2a, b hissəsini aydın görəsiniz bilməyənlər üçün. Deməli siz nə ediniz? Əlavə olaraq 1 və 4 yazdınız. 1 və 4 də bu 5-in tərkibidir. 5-i parçaladınız 1-ə və 4-ə. Bir də 5-i yazmırsınız. Birinci tərəfi x çıx 1-in kvadratını verir. İkinci tərəfi isə y üstəgəl 2-nin kvadratını. 2 kvadratın cəminin 0-a bərabər olması üçün onlar ayrı-ayrı 0 olmalıdır. Əks halda bunların cəmi 0 olmaz uşaqlar. Çünki kvadrat ya müsbət bir ədəddir ya da 0-dır. 2 dənə müsbət ədədin cəmi burada nə yazmışam? X bərabər 1. 2 müsbət ədədin cəmi 0 verməyəcəyinə görə deməli onlar ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. 15-in cavabı oldu x, y hasilini tapın. 1 vurulsun mənfi 2, yəni mənfi 2 olacaq A variantı. 16-cı sualla davam edirik. 2 kvadratın cəmi 0 olması üçün ayrı-ayrılıqda onlar 0-a bərabər olmalıdırlar. Əks halda bu ifadələrin cəmi 0 olmaz. Yəni 5-də 4 y çıx 24 bərabər 0-ı və 2-də 1 x üstəgəl y çıx 8 bərabər 0-ı həll etməliyik. Birinci tərəfə baxdıqda 24-ü sağa keçirirsiniz. Məxrəcinə 1 yazıb çarpaz vursanız 4y bərabərdir. 5-i 24-ə vuranda 120. 120-ni də 4-ə böləsiniz ki y tapasınız. Y 30-dur. Y tapdınızmı? Aparın qoyun yerinə. 2-də 1 x üstəgəl y-in yerinə 30 çıx 8 bərabərdir 0. 2-də 1 x bərabərdir. Bura 22-dir. Sağ tərəfə keçirdəndə mənfi 22. X də bərabərdir. Çarpaz vursanız 2-ni mənfi 22-yə mənfi 44. Bizdən x-i soruşmuşdu. Mənfi 44 D variantı olacaq. 7-ci sualla davam edirik uşaqlar. 2 kvadratın cəmi 0-a bərabərdir. Deməli 2 kvadratın cəmi nə vaxt 0 oldu? Onlar hər biri ayrı-ayrılıqda 0 olduqda. Çünki kvadrat ya 0-dır ya da müsbət bir ədəddir. 2 müsbət ədədin cəmi 0 ola bilmədiyinə görə, biri müsbət, biri 0 olsa da cəmi 0 vermədiyinə görə ayrı-ayrı bunları 0-a bərabər edəcəyik. Birinci isə də 0-a bərabərdir, ikinci isə də 0-a bərabərdir. Yəni yazırıq 4-də 3x çıx 15 bərabərdir 0 və 2-də 1x üstəgəl y çıx 4 bərabərdir 0. Birinci tərəfə baxsaq 4-də 3x bərabərdir 15. Məxrəcinə 1 atıb çarpaz vursaq 3x bərabərdir 4 15-ə vuranda 60. X-i tapanda 60-ı 3-ə böldü 20. X-in 20 olduğunu gətirib burada yerinə yazırıq. 2-də 1 vur 20. Üstəgəl y çıx 4 bərabərdir 0. İxtisarları edəndə 10. Üstəgəl y çıx 4 bərabərdir 0. Uşaqlar 10-dan 4 çıxanda 6. 6-nın üstünə y gələndə 0 verirsə, deməli y mənfi 6-ya bərabərdir. Cavabınız olur D variantı. 18-ci sualla davam edirik.
Deyir ki, 2 dənə modulun cəmi ya 0-dan kiçikdir, ya da 0-a bərabərdir. Uşaqlar, modul ya müsbət, ya da 0-a bərabər olan bir ədəddir. Yəni, mənfi heç vaxt ola bilməz. Onda belə çıxır ki, 2 modulun cəmi 0-dan kiçik ola bilməz. Bax, bu 0-dan kiçikdir yazısı burada doğru deyil. Yəni, 0-dan kiçik ola bilməz. Bu şərti ödəmir. Ancaq geriyə qalır 0-a bərabər olma şərti. 2 modulun da cəmi o vaxt 0-a bərabər olar ki, onlar ayrı-ayrılıqda 0-a bərabərdir. Yəni, x çıx 4 də 0-a bərabərdir, 3y çıx 7 də 0-a bərabərdir. Buradan x-i 4 alırıq. İkinci tərəfdən 3y bərabərdir 7-dən. Y-i alırıq 7 böl 3. Bizdən soruşub x üstəgəl y-i tap. 4 üstəgəl 7 böl 3. 4-ün məxrəcini 1 atıb ortaq məxrəcə gətirə bilərik uşaqlar. Ona görə 3-ə vurmalıyam. 3 də 12 üstəgəl 7, yəni 19 böl 3. Yekun cavabımız olacaq D variantı. 19-cu sualda da eyni qayda ilə 2 modulun cəmi ya müsbət ədədi verməlidir sizə, ya da 0-a. Yəni 0-dan kiçik ola bilməz heç vaxt. Bu hissə doğru deyil. Onda geriyə qalır 2 modulun cəminin 0 olma halı. Çünki bizə deyir ki, ya 0-dan kiçik olsun, ya 0-a bərabər. 0-dan kiçik ola bilmədiyinə görə 0-a bərabərdir. 2 modulun cəmi də 0-a bərabərdirsə, onlar ayrı-ayrılıqda 0-a bərabərdir deməkdir. X çıx 3 bərabərdir 0. Buradan x-i 3 alırıq. 2y çıx 3 bərabərdir 0. Buradan 2y-i 3, y-i isə 3 böl 2 alırıq. Bizdən soruşub x vur y hasilini tap. 3 vur 3 böl 2. 3-ü 3-ə vururuq. 9 böl 2 cavab olacaq C variantı. 20-ci sualla davam edirik. Deyir ki, x üstəgəl y bərabərdir a, bir də x çıx 3y bərabər 6 tənliklər sisteminin həlli üçün x kvadratı çıx y kvadratı ifadəsinin ən kiçik qiymətini tapın. Uşaqlar, birincinin hər tərəfini 3-ə vuracam. Yəni, biz normal tənlik həll eləməliyik. Həmişə həll eləyəndə x-i və y-i necə tapırdınız? Elə etməlisiniz ki, hansınsa birinin əmsalı əks ədəd olsun. Ya x-i, ya y-i əks ədəd eləyin. Mən y-ləri əks ədəd edəcəm. Birincinin hər tərəfini 3-ə vururam. A-dan asılı bir ifadələr yaranacaq orada. Tərəf-tərəfə toplayan zaman bunlar gedir. X-lər topladınız 4x bərabərdir 3a üstəgəl 6. X bərabərdir 3a üstəgəl 6 böl 4. İndi x-in bu qiymətini bilən sonra aparıb yerinə qoyub y-i tapmalıyıq. Bizə şərtdə vermişdik ki, x-lə y-in cəmi a-ya bərabərdir. Deməli, y-i tapmaq üçün a-dan x-i çıxmalıyam. Yerinə əvəz etsəm x-in 3a üstəgəl 6 böl 4 ilə. A-nın məxrəci 1-dir. Ortaq məxrəc 4 olacaq. Deməli, bunu 4-ə vurmalısınız. 4a çıx 3a. Bu mənfi bura təsir etdiyi üçün çıx 6. Və yekun olaraq a çıx 6 böl 4 aldığını alırıq y-in. Bizə deyir x kvadratı çıx y kvadratı. X kvadrat çıx y kvadratı x çıx y-dən, bir də x üstəgəl y-dən ibarətdir. Müxtəsər vurmaya görə bunu hamınız bilirsiniz. X çıx y. X-in cavabı 3a üstəgəl 6 böl 4-dür. Çıx y-in cavabı a çıx 6 böl 4-dür. Bunu vurmalıyam x üstəgəl y-ə. Uşaqlar, burada artıq əvəzləməyə ehtiyac yoxdur. X üstəgəl y-in cavabının a olduğu bizə şərtdə verilmişdi. Birbaşa a yazırsınız. Yəni, bir də hesablamağınıza ehtiyac yoxdur. Ortaq məxrəc 4-dür. Onda olacaq 3a üstəgəl 6 çıx a çıx 6. Bu çıx bura təsir edib üstəgəl 6 olacaq. Və yuxarını sadələşdirsə 2a üstəgəl 12 bölünsün 4 vurulsun a. Biraz da sadələşdirsə 2-ni ortaq vuruq çıxardacaq. A üstəgəl 6 vur a böl 4. 4 ilə 2 ixtisar gedir, qalır 2-də 1. Qalanı vurub açmalıyam. A kvadratı üstəgəl 6a. İfadənin ən kiçik qiymətini soruşur. Tam cəbri ifadələrdən keçdiyimiz ifadələrdir bunlar. İfadənin ən kiçik qiymətini tapmaq üçün 2 üsulunuz var idi. Ya n4ac çıx b kvadratı böl 4a ilə getmək, ya da bu ifadəni tam kvadrata yığmaq. Mən tam kvadrata yığacam.
Bunun üzərinə nə gəlsəniz müxtəsər vurma düsturunu verər sizə, yəni 2 həddinin cəminin kvadratını. Necə tapırdıq? 6-nı 2-yə bölürdük, alınan ədədin kvadratı, yəni 9-u gəlirsiniz. 9 əlavə etmişsinizsə 9-da çıxmalısınız ki, bərabərliyin qiyməti dəyişməsin, yəni pozulmasın. Bu mötərizənin içərisi bizə verir A üstəgəl 3-ün kvadratın. 2-də 1-i mən vurub açdığıma görə 9-a da vuranda olacaq 2-də 9. Deməli, belə bir ifadələr verilir. Bunların ən kiçik qiymətini tapanda bu kvadratın ən kiçik qiymətinə baxmalıyıq. Kvadrat axı ən kiçik 0 ola bilər. Bu hissəni 0-a bərabər götürürük. 0-ı 2-də 1-ə vuranda 0, 0-dan da 2-də 9 çıxanda elə cavabınız mənfi 2-də 9 edəcək. Yəni, mənfi 4,5. Belə, bu şəkildə 21-ci suala baxırıq. Deməli, modul tənliklər verilib, biz necə həll edirdik? Modulu olduğu kimi bir dəfə götürürdük, bir dəfə də əksinə. Baxaq görək, olduğu kimi götürəndə nə eləyəcək? Bərabərdir, x üstəgəl y üstəgəl 1. Buradan birlər gedir hər tərəfdən, x-lər də gedir uşaqlar. Mənfi y bərabərdir y-ə, y-ləri bir tərəfə keçirsək, y-in cavabını 0 alırıq. Y 0-dır. Bu y-in 0 olma halını gətirib ikinci tənlikdə yerinə yazaq. X üstəgəl y-in yerinə 0 yazıram. X çıx y-in yerinə 0 yazıram. Onda birincidə olur x üstəgəl 1 bərabərdir x üstəgəl 1. İndi modulu özünə bərabər olan ədədlər. İfadənin nə vaxt modulu özünə bərabərdir? Əgər ifadə müsbət və yaxud 0 olarsa. Əks halda mənfi ədəd olsaydı o əksinə çıxardı. Deməli, x olmalıdır mənfi 1-dən böyük. Böyük və yaxud bərabər. X mənfi 1-dən böyük bərabər, y 0 cavab eləyəcək A variantı. 22-ci sualla davam edirik. Deməli, 22-də elə tərəf-tərəfə toplasam, mən görürəm ki, x-lər gedir. Onda qalır y üstəgəl modulda y çıxılsın, bu birlər də toplayanda mənfi 2 verir, bərabərdir 0. İndi burada iki cür tənlik həll etməliyik, uşaqlar. Gəlin modul y-i saxlayaq bir tərəfdə. Modul y bərabərdir 2 çıxılsın y. Biz modul tənlikləri necə həll edirdik? Bir dəfə götürürdük, olduğu kimi yazırdıq. Bir dəfə də birinci tərəfi olduğu kimi götürüb ikincini əksinə çevirirdik. 2 çıx y-in əksi y çıx 2-dir. İndi birinci tərəfə həll edəndə y-lər bir tərəfə keçir. Y-i tapanda 2-ni 2-yə bölürsünüz 1. İkinci tərəfə baxanda y-lər bu tərəfə keçəndə y-dən y çıxanda 0 bərabər mənfi 2-yə. 0 mənfi 2-yə bərabər olmaz, bu hissənin həlli yoxdur. Deməli, y 1-dir. Y 1-dirsə aparırıq tənliklər sisteminin, tutaq ki, birinci tənliyində yerinə yazırıq. Fərqi yoxdur, hansını istəyirsiniz yaza bilərsiniz. Y-in yerinə 1 yazanda x-in cavabını alırıq 0. Bizdən y çıx x-i soruşmuşdu. y1, x0 cavabımız eləyəcək 1. 23-cü sual. Keçirik 23-cü suala. Yenə də uşaqlar baxırsınız, tərəf-tərəfə toplaya bilərsiniz. Nəyə görə? Çünki y-lərin əmsalları əks ədədlərdir. Əks ədədlərdə toplayanda gedər. Qalır x üstəgəl modulda x çıx 4 bərabərdir 0. Modul x bərabərdir, 4-lə x-i keçirdirik sağ tərəfə. Deməli, modul tənlikləri həll edəndə iki cür həll edirdik. Bir dəfə götürüb olduğu kimi yazırıq. Bir dəfə də x-imizi saxlayırıq. Uşaqlar 4 çıx x-i əksinə çevirəndə nə olacaq? X çıx 4. İndi birinci tərəfə baxsaq, x-lər keçir bir tərəfə olur. 2x bərabərdir 4, x bərabərdir 2 olacaq. İkinci tərəfə baxsaq, x-lər gedir, 0 qalır, bərabər mənfi 4. 0 mənfi 4-ə bərabər ola bilməyəcəyinə görə x-in yalnız bir kök var, o da 2. İndi bunu aparıb birinci tənlikdə yerinə yazırıq. Birinci tənlikdə belə demişdi də. X-in yerinə gətirib 2 yazanda 2 üstəgəl y çıx 2 bərabərdir 0-dan y-i 0 alırıq. Və bizdən x çıxılsın y-i soruşub 2-dən 0'a çıxanda cavabımız olacaq 2. Keçirik 24-cü suala. Deyir x kvadratı çıx y kvadratı 35. Uşaqlar x kvadratı çıx y kvadratı deyən kimi ağlımıza müxtəsər vurma düsturu gəlməlidir.
Hasili 35-də özdə deyir x, y də natural ədədlərdir. Natural ədədlərdən söhbət gedirsə, hansı natural ədədi, hansı natural ədədə vuranda 35 edər. 2 dənə halımız var. Ya biri 35-ə vurarsınız və ya 5-i 7-yə vurarsınız. Düzdürmü? Birinci tərəf çıxma olduğu üçün çıxmaya kiçik ədədlər yazmışam. İkinci tərəf toplama olduğu üçün toplamanın cavabı daha böyük ədəd eləyəcək. Ona görə böyükləri ya 1 vur 35 kimi, ya 5 vur 7 kimi düşünəcəyik uşaqlar. Onda həll edəndə birinci halda x çıx y-ə 1, x üstə gəl y-ə 35 deyirik. İkinci halda x çıx y-ə 5, x üstə gəl y-ə 7 deyirik. Bu sistemləri ayrı-ayrılıqda həll etməliyik. Birinci tərəf toplayanda tərəf-tərəfə olur 2x bərabərdir 36, x bərabər 18. X 18-dirsə aparıb birinci tənlikdə elə yerinə qoysaq, 18-dən y çıxanda 1 qalırsa, deməli y-imiz 17 imiş. Bu belə. İkinci tərəfə baxırıq, yenə tərəf-tərəfə topla. 2x bərabərdir 5 ilə 7-nin cəmi, x bərabər 12-ni 2-yə böl 6. Apar hansındasa birində yerinə qoy. Tutaq ki, birincidə yerinə yazırsansa, altdan nə çıxsan 5 edər, 1 çıxsan. İndi bizdən nə soruşmuşdu? Bizə deyib 5x üstə gəl 7 y ifadəsinin ən kiçik qiymətini soruşur. Kiçik qiyməti soruşursa, biz x-dən y-in yerinə kiçik ədədləri yazmalıyıq. Ona görə ikinci haldan istifadə edəcəm. X-in yerinə 6, y-in yerinə 1. Cavabımız olacaq 37 uşaqlar. 37. 25-ci sualda eyni qayda ilə yazırıq. 25. X kvadratı çıx y kvadratı, x çıx y, x üstə gəl y-in açılışıdır. Burada söhbət natural ədədlərdən gedir. X, y natural ədədlərdirsə, onda bu hissəyə baxanda hansı natural ədədləri vursanız 55 edər uşaqlar. Deməli, burada 2 dənə hal var. 1 ilə 55 və ya 5 ilə 11. Başqa var. Qoy düşünə. Yox, başqa hal yoxdur. İndi biz götürməliyik x çıx y-ə 1, x üstə gəl y-ə 55 olaraq və ya x çıx y-ə 5 deyə bilərik, x üstə gəl y-ə 11 deyə bilərik. Sistemi həll edək. 2 dənə sistemimiz var. Toplama üsulundan istifadə etsək, x-ləri topla 2x bərabər 56, x bərabərdir 28 olacaq. X 28-də apar yerinə qoy. 28-dən y çıxanda 1 verirsə, deməli y-imiz 27 olacaq. İkincini həll edək. Tərəf-tərəfə toplayanda y-lər gedir. 2x bərabərdir 16 qalacaq. X-i tapanda 16-nı 2-yə bölürük 8. Apar qoy birinci tənlikdə yerinə. 8-dən y çıxanda 5 olursa, deməli y-in də 3 tapdıq. İndi bizdən soruşur ki, 25-də 5x üstə gəl 3y ifadəsinin kiçik qiyməti, ən kiçik qiyməti lazımdır. Yəni, burada kiçik cavabı tapmaq üçün x, y-in yerinə daha kiçik ədədləri qoymalıyıq. 5-i kiçik ədədə, 3-ü kiçik ədədə vurub toplasam, cavabı kiçik alaram. Ona görə x-in yerinə 8, y-in yerinə 3 olan halı istifadə edirik. Cavab da olur 49. Belə. 2 halın ikisində imtahanda göstərməlisiniz uşaqlar. Yoxsa sizin balınızı kəsəcək, yarım bal verəcəklər. 26. Bizə nə deyir? 10x kvadratı üstə gəl x, y çıx 3y kvadratı bərabərdir 19. Ödəyən x, y natural ədədlərinin hasilini tapın. Uşaqlar, bunu vuruqlara ayırma ilə getməliyik. Vuruqlara ayıranda biz ortadakının əmsalına baxın. Ortadakı həddin əmsalı 1-dir. Biz ortadakını elə 2 toplanana parçalamalıyıq ki, onların hasili, tutaq ki, m-lə n ədədlərdə, hasilləri 10-la -3-ün hasilini versin. Yəni, -30-u. Toplayanda isə 1-i versin. Hansı ədədlərdə vuranda -30, toplayanda 1, 6 və -5. Deməli, biz ortadakı x, y-i müsbət 6x, y və -5x, y olaraq 2 toplanana ayırırıq.
Bu qaydanı tətbiq eləmişik çox hədli vuruqlara ayrılmasında. Yəni buna aid çoxlu suallar işləmişik orada. Kimin burada boşluğu varsa gedib çox hədlilərə baxa bilər vuruqlara ayırma olan hissəsinə. Deməli burada 2 götürüb həll edəcəyik. Fərq yoxdur hansı ikisini götürürsüz. Tutaq ki buradan 2x-i mən ortaq vuruq çıxarsam 10x kvadratını 2x-ə böləndə 5x, 6x y-i 2x-ə böləndə 3y qalacaq. Çıx, bu birisi tərəfdən də mən y-i götürə bilərəm. Onda 5x qarşıda mənfi olduğu üçün işarə dəyişir. Üstəgəl 3y bərabərdir 19. 5x üstəgəl 3y vurulsun. 2x çıx y qalır bərabərdir 19-a uşaqlar. Vuranda 19 eləyən yalnız bir dənə hal var. Çünki söhbət natural ədədlərdən gedirsə, naturallarla işləməliyik. 19-u 1-ə vuranda 19 edər. Birinci tərəf daha böyük ədəddir. Fikir verin. 5x üstəgəl 3y. İkinci kiçikdir deyə biz birinciyə deyirik 19. İkinci tərəfə deyirik 2x çıxılsın y-ə 1. Bu sistemi həll etməliyik ki, x, y-i tapa bilək. Sistemi həll etmək üçün neyniyək? Bəli, ikinci tərəfi 3-ə vuraq. İkincini 3-ə vuranda olacaq 6x çıx 3y bərabərdir 3. Hamısını vurursunuz 3-ə. Tərəf-tərəfə toplayanda 11x bərabərdir. 19 ilə 3-ün cəmi 22 və x-i alırsınız 2. X2-də aparın yerinə qoyun, birində tapın y-i. Məsələn, birincidə qoysam 2 vur 2 çıx y bərabərdir 1-dən. 4-dən y çıxanda 1 qalırsa y-i 3 alıram. Məndən x, y natural ədədlərinin hasili tələb olunur. 2 ilə 3 almışıq, hasil isə eləyəcək 6. 27-ci sualla davam edirik. 27. Deyək ki, diaqramda verilənlərə əsasən tənliklər sistemi qurun və x, y cəmini tapın. Birinci tənlik üçün uşaqlar A verilibdir, A1. 3, fikir verin, 3. B1 verilib, B ortadakıdır. 4, B2 verilib, C1 verilib, C1. Bu üçüncüsü, yəni 7. İndi ikinci tənlik üçün A1 verilib. A'lar bunlardır. 6. Bunlar ikinci tənliyində. Sonra B1 verilib 5 və son olaraq C1 verilib 11. Bunları sistemdə yerinə qoyuruq. Birinci tənlikdə yerinə qoysam A1-in yerinə 3x, üstəgəl B1-in yerinə 4 yazanda 4y, C1-in cavabı 7. İkincidə yerinə yazsam, bunlar A1, B1 yox, A2, B2, C2, yəni ikinci tənliyin verilənlərdir. İkinci tərəfə baxın uşaqlar. İndi yerinə yazsam A2-nin yerinə 6 yazanda 6x, B2-nin yerinə 5 yazanda 5y bərabər C2 11. X üstəgəl y soruşur. Biz dərsin əvvəlində demişdik ki, bəzi tənliklər var ki, onları tərəf-tərəfə toplasanız və yaxud çıxsanız birbaşa veriləni ala bilərsiniz. Yəni ayrı-ayrı x-i və yaxud y-i tapmağa ehtiyac yoxdur. Bu hansı halda olur? Tərəf-tərəfə toplayanda görürsünüz ki, əmsalların cəmi eynidir. Baxın, ikisində də 9-dur. 9 dənə x var toplayanda 9 dənə y, sağ tərəfi də toplayırıq. 11 nəsə 7, 18. 9-u ortaq vuruq çıxardanda x üstəgəl y ifadəsini tapırıq və x üstəgəl y bərabərdir 18-i 9-a bölür 2. Gördünüz, birbaşa x üstəgəl y cəmini soruşurdu, onu tapdıq. Bir də ayrı-ayrı x-i tapıb, sonra y-i tapıb yerinə qoyanda o vaxt ikisidir. Amma belə üsulları bilsəniz, siz imtahanda zaman qazanacaqsınız. Keçirsiniz 28-ci suala. İndi birinciyə baxırıq. A1-imiz 5-dir, B1 2-dir, C1 11-dir. Keçib ikinciyə baxsanız, ikinci tənliyin A-sı 3-dür. A2 yazırsınız 3. İkinci tənliyin B-si 6-dır. Yəni B2 bərabərdir 6. C-si isə 5-dir. C2 bərabərdir 5. Bunları sistemdə yerinə qoyuruq. Birincidə məsələn yerinə yazsam A1 5 idi. 5x üstəgəl B1 2 idi. B1-in yerinə 2 yazanda 2y, C1 11. Sonra ikinci tənliklər sistemin ikinci tənliyinə baxırıq. A2-nin yerinə 3 yazanda 3x, B-nin yerinə 6 yazanda 6y, C2-nin qiyməti də 5.
Burada da x üstəgəl y cəmini soruşur uşaqlar. Elə tərəf-tərəfə toplayan kimi bunu alırsınız. Çünki əmsallarına baxın, cəmi eyni ədədi verir. Onda birbaşa tərəf-tərəfə toplaya bilərsiniz. 8x 8y bərabərdir 16. 8-i ortaq vuruq çıxardın. Uşaqlar, əgər mən sürətli danışıramsa, kiməsə görə ola bilər sürətli danışıram. YouTube-un ayarlarından sürəti tənzimləyə bilərsiniz. Sizə uyğun sürətə qoya bilərsiniz. Və yaxud kimə görəsə yavaş danışa bilərəm, orada da sürəti artıra bilərsiniz. Yəni, istədiyiniz kimi ayarları tənzimləyə bilirsiniz. 29-cu sualla davam edirik. AX üstəcə BY üstəcə C tənliyin köklərindən biri 3,5 2-dir. Kök x-y'lər deməkdir. O demək istəyir ki, x-in yerinə 3,5 yazanda yazıram. A vur 3,5 üstəcə B vur y-in yerinə 2 yazanda cavab ödənir. Yəni, bunun cavabı C olur. İkinci tənliyə baxsaq, x budur, y budur. Yerinə yazıram. N vurulsun 2,4 üstəgəl N vurulsun y-in yerinə 3 bərabərdir K. İndi AB-ni və M-ni veribdir bizə. Onları da qeyd eləyək. A-nı diaqramda verib 4. B-ni diaqramda verib 3. C-ni C yoxdur. M-i. M-i verib 5. Və N-i verib 2. Bunları da aparıb yerinə yazırıq. A-nın yerinə 4 yazanda, burada sistem işarəsi var. A-nın yerinə 4 yazanda 4 vur 3,5 üstəgəl B-nin yerinə 3 yazanda 3 vur 2 C-yə bərabərdir. Uşaqlar, 4-ü 3,5-ə vuranda 14, 3-ü 2-yə vuranda 6, deməli C-nin 20 olduğunu alıram. C 20-dir. Bu belə. Sonra ikinci tənlikdə qoyuruq M-i N-i yerinə. M 5 idi. İkinci tənlikdə yazırıq. Baxın burada. M 5 idi. 5 vur 2,4 üstəgəl N, yəni 2 vur 3 bərabərdir K. 5-i 2,4-ə vuranda 12, üstünə də 6 gələndə K-mız 18. Bunları belə yazdıqmı? İndi bir sistemin özün qurmalıyıq. AX üstəgəl BY üstəgəl C. A 4 idi. Yazırıq 4x. Üstəgəl B. İkinci tərəfə baxırıq. Sistemi həll eləyəcək. Üstəgəl B 3 idi. 3y bərabərdir. C-ni də 20 tapdıq. Sonra M 5 idi. 5x. Üstəgəl N 2 idi. 2y bərabərdir K-ya, yəni 18-ə. Belə. İndi deyək ki, bu sistemi yazın və həll edin. Həll etmək, sistemi həll etmək, bu sistemin ortaq həllini tapmaq deməkdir, uşaqlar. Ortaq həlli tapmaq üçün də toplama üsulundan istifadə edə bilərik. Tutaq ki, y-lərin əmsallarını mən eyniləşdirmək istəyirəm, 6-ya gətirəcəm. Yuxarını 2-yə, aşağını -3-ə vurun ki, biri 6, biri -6 olsun. 8x üstəgəl 6y bərabərdir 40 və 15x çıxılsın 6y bərabərdir -54 olduğunu alırıq. Tərəf-tərəfə toplayaq. Toplayanda y-lər gedir. -7x qalır. 8 ilə -15. Sağ tərəfdə -14. Deməli, x 2-dir. X 2-dirsə aparın istənilən bir tənlikdə yerinə qoyun, y tapın. Mən tutaq ki, ikincidə qoyacağım. 5 vur 2 üstəgəl 2y bərabərdir 18. 2y bərabərdir. 5-i yaxşı yazın burada. Deməli, 2y 18-dən bu 10 eləyir də, 10-u çıxanda 8, y bərabərdir 4. Sistemin həllini yazanda cütlük şəklində yazmalıyıq. X-i birinci yazırsınız, y-i ikinci yazırsınız. 2, 4 nöqtənin koordinatları kimi düşünün, uşaqlar. Koordinatları yazanda necə birinci x-i, ikinci y-i yazırdısa, burada da eyni qayda ilə. Keçirik 30-cu suala. 30-u da eyni qayda ilə gedirik. Uşaqlar, AX üstəgəl BY bərabərdir C. Biz birinci baxaq diaqrama. Diaqramda A-nı 4 verib. Baxın, A-nı 4 verib. B-ni 5 verib. M-i 2 veribdir. Və N-i 7 verib. Deməli, 3,5 2
Ancaq birinci tənliyə aid olan kökdür. Buna aiddir. 3,5, 2. Yəni bu demək ki, x-in yerinə 3,5, y-in yerinə 2 yazanda tənlik ödənir. Və 4,5, 3 isə ikinci tənliyə aiddir. İkinci tənlik mx üstəgəl ny bərabərdir k. Yəni x-in yerinə 4,5, y-in yerinə 3. Uşaqlar, bildiklərimizi yazırıq yerinə. A-nın yerinə 4, x-in yerinə 3,5, b-nin yerinə 5, y-in yerinə 2. Bu c-dir. 4-ü 3,5-ə vuranda 14, üstünə də 10 gələndə c-nin 24 olduğunu alırıq. İkinci tənliyə baxırıq. M-in yerinə 2, x-in yerinə 4,5, e-nin yerinə 7, y-in yerinə 3 yazaraq k-nı tapırıq. 4,5 2-yə vuranda 10, üstünə 21 gələndə k eləyəcək 31. Belə. İndi biz sistem tənliyi həll etməliyik. Sistem tənlikdə artıq ortaq həlli tapacağıq deyə x, y-in bu qiymətlərini qoya bilmərik yerinə. Çünki x, y-in yuxarıda verilən qiymətləri hərəsi özündə ödəyir. Biz indi ortaq həlli tapmalıyıq. Yəni ortaq bir x, y-imiz var, hər iki sistemin tənliyini ödəyir. Tənliyin hər iki sistemin, daha doğrusu sistemin hər iki tənliyini ödəyir. Uşaqlar, cümləni belə düzgün ifadə eləyək. İndi A-nın qiyməti nə idi? A-nın qiyməti 4, x-i bilmirik, B-nin qiyməti 5, y-i bilmirik, C-ni artıq tapmışıq 24. Sonra M 2 idi, 2x, üstəgəl N 7-dir, 7y, bərabərdir k-da 31 tapmışıq. Baxın, bu tənliklər sisteminin ortaq həllini tapmalıyıq. Mən ikincinin hər tərəfi mənfi 2-yə vuracağım. Çünki x-in əmsalını mənfi 4 etmək daha rahatdır. O biriləri gərək 7-yə və 5-ə vuram. O yoracaq bizi. Birincini olduğu kimi saxladım. İkincinin hər tərəfi mənfi 2-yə vuranda 4x çıxılsın 14y bərabərdir mənfi 62 olduğunu alırıq. Bunlar gedir. Qalır mənfi 9y bərabərdir. 62-dən 24-ü çıxanda neçə qalır uşaqlar? 38 mi? Sanki düz hesablamamışıq nəysə. Bir yoxlayın başdan. Deməli, x-in yerinə 3,5, 4,5, 3, 3,5, 2 qoyduq. Və bizdən tənliklər sisteminin həllini istəyir. Y-in cavabı 38 bölünmür axı. Deməli, 4x üstəgəl b 5y bərabərdir 24. 12, 14, 24. C-ni bəlkə, k-nı bəlkə düz tapmamışıq. 2-ni vurduq x-ə. A, 2-ni 4,5-ə vuranda 9 eləyir uşaqlar. Mən orada deyəsən 10 dedim, hə? 2-ni 4,5-ə vuranda 9, 9-un üstünə 7 dəfə 3, 21 gəlində k 30. K 30-dursa 30-u mənfi 2-yə vuranda mənfi 60. Mənfi 60 ilə 24 də toplayanda olacaq mənfi 36. Y də bərabərdir 4. Y 4-dürsə aparıb yerinə qoyub x-i tapaq. Mən tutaq ki, birincidə yerinə yazmaq istəyirəm. 5-i 4-ə vuranda 20. Buradan 4x bərabərdir 24-dən 20 çıxanda 4, x bərabərdir 1 olduğunu alıram. Bizdən cütlük şəklində tələb olunur həll. X-imiz 1, y 4, cavab 1, 4. Bu şəkildə uşaqlar. Və keçirik 31-ci və 32-ci suallara. Bölmənin son 2 sualı qaldı. Birinci bölmənin. 31-də nə deyir? Deyir ki, 5x üstəgəl 6y tənliyinin həllər çoxluğu A-da verilib. Baxın, bu cütlük, yəni 3,2, 1. Ancaq bu tənliyə aiddir. Aparıb yerinə qoyaq. Onu C-ni tapmaq üçün verir. 3,2-ni 5-ə vururuq, 6 vur, y-in yerinə də 1 yazırıq. Bu C-ni verəcək. 5-i 3,2-yə vuranda 16, üstünə də 6 gələndə C-ni alırıq 22. İndi keçirik ikinci tənliyə. Bu kök də yalnız ikinci tənliyin həllidir. X, y. Deməli, 4 vurulsun x-in yerinə 1, 5 vurulsun y-in yerinə 2,8 yazırıq, bərabərdir k.
4 buradan da gəlir. 4 üstə gəl 14 bərabərdir k. Deməli k bərabər olacaq 18-ə. İndi uşaqlar biz bu sistemin orta həllini tapmalıyıq. Orta həlli tapmaq üçün 5x üstə gəl 6y bərabər c 22-dir sabitdir. Yazdıq yerinə. Sonra 4x üstə gəl 5y bərabər k verilmişdi. K'nın da yerinə 18 tapmışıq. Və buradan nə soruşur? X üstə gəl y cəmini. Bunu soruşur. Biz nə demişdik? Demişdik ki, bəzi tənliklər var ki, onları tərəf-tərəfə toplayanda və ya birbaşa çıxanda soruşulan ifadəni birdən alırsınız da. Yəni, ayrı-ayrı x-i, y-i tapmağa ehtiyac yoxdur. Bu da o tənliklərdən biridir. Tərəf-tərəfə çıxsanız, 5x-dən 4x çıxanda x, 6y-dən 5y çıxanda müsbət y bərabərdir 22-dən 18 çıxanda 4. Yəni, bizdən tələb olunan tərəf-tərəfə çıxmaqla birbaşa tapa bilirik. 32-ci sualla davam edirik. 32-də birinci 2 və 3,8 ədədləri yalnız bu tənliyə aiddir. Birinci tənliyə, yalnız A-nın elementidir. Onu C-ni tapmaq üçün verib. X-in yerinə 2, Y-in yerinə 3,8 yazırıq. Bərabərdir C-yə. Bu 8 olur. Bu da 15, 4 oradan 19. Deməli, C-nin cavabını aldıq 27. Bu belə. Sonra keçirik. Bu 5, 1,5, x, y cütlüyü yalnız bu tənliyə aiddir. İkinciyə. Ona görə 3 vur 5, üstə gəl 4 vur 1,5 bərabərdir. K-nı hesablamalıyıq. 15 bu. Bu da 6 bərabərdir K-ya. Deməli, K 21. Bunu da tapdıq. İndi biz x-y cütlüyü var, onu tapmalıyıq. Hansı ki, 2 çoxluğa da aiddir. Yəni, 2 tənliyin birlikdə köküdür. Birlikdə kök onu sistem kimi həll eləmək deməkdir. C-nin qiymətini artıq tapmışam, yazıram. 3x üstə gəl 4y bərabərdir. K-nın da qiyməti 21 yazdım. Tərəf-tərəfə çıxsam yenə x üstə gəl y-i alacam. Çünki 4x-dən 3x çıxanda müsbət x, 5y-dən 4y çıxanda müsbət y, 27-dən 21 çıxanda 6 və məndən soruşulan ifadənin cavabını birbaşa tapmış oluram. Bununla da sistemin birinci başlığını işlədi. Siz hələ mənə deyin görüm, hansı bölmədəsiz uşaqlar, hansı bölmələri işləyirsiniz hal-hazırda? Onlar hardadır, 10-cu siniflər və 11-ci siniflər hardadır? Rəy bölməsində bildirsəniz, mən də ona uyğun videolar çəkərəm. Hələlik.